İnsan öləcəyini bilən yeganə canlıdır. Buna görə də o ölümdən qorxur. Çünki burada bir bilinməzlik var, burada bir narahatçılıq var, burada bir həyəcan, təşviş var. Məsələn, çox insan vahimələnir, ölüm adı eşidəndə, öləcəyini düşünəndə ona bir qorxu gəlir və təbii ki, bunlar çox normaldır. Bunlar çox, belə deyim, başa düşüləcək bir qorxulardır. Çünki burada bilinməzlik var. İnsan sonrakı həyatının necə olacağını bilmir və bu bilinməzliklər də ona həyəcan, təşviş verir. Buna görə də ölüm qorxusunu azaltmaq üçün, ona bir su səpmək üçün belə bir analiz edək. Bizim əslində bu həyatdan qabaq iki həyatımız artıq olmuşdu. Birincisi anamızın bətnində, elə ikisi də anamızın bətnində olmuşdu. Birincisi yumurta hüceyrə şəklində idik biz. Həmin bu yumurta hüceyrə deməli toz şəklində idi, formasında idi əvvəl, sonra yavaş-yavaş böyüdü, böyüdü. Bir aydan sonra partladı. Bu onun həyatının sonudur, amma ki son deyil, yeni bir başlanğıcdır. Biz artıq Ruşeyn formasında, sonra döl formasında anamızın bətnində 9 ay müddətində yetişdik və 9 aydan sonra indiki həyatımıza gəldik. Yəni bu bizim 3-cü həyatımızdır. Anamızın bətnində də bizim qorxularımız, həyəcan, təşvişimiz var idi. Çünki orada bizim üçün hər şey rahat idi. Yeməyimiz, içməyimiz, rahat, komfort həyat, yəni ki, heç bir problemimiz yox idi və s. İndiki həyatla haqqında da ki, bilinməzliklər, yəni bizim o anamızın bətnində var idi və indi biz 3-cü həyatımızdayıq. Eyni qorxuları yaşayırıq. İndi də 4-cü həyatımızdan qorxuruq. Çünki necə olacağımızı bilmirik, sonra nəyə çevriləcəyimizi bilmirik, hansı formaya çevriləcəyimizi bilmirik və s. Biz burada da yetişməliyik, burada da böyüməliyik ki, 4-cü həyatımıza hazır olaq. Necə ki, anamızın bətnində hazır olduq, sonra gəldik. Orada da anamızın bətnindən bu həyata gəlmə yolumuz da çətin idi, ağır idi. Yəni uşaq üçün bu çox çətin olur, ağır olur və gəldik bu dünyaya. İndi də o 4-cü həyatımızdan qorxuruq. Hansı ki 4-cü həyatımız bizim əbədi həyatımızdır, əbədi dünyamızdır. Allaha qovuşacağımız həyatdır. Əslində bundan qorxmamalıyıq. Biz buna hazır olmalıyıq, özümüzü buna hazır etməliyik. Məsələn, elə insan var ki, 30 yaşında buna hazır olur. Məsələn, tez dünyasını dəyişən insanlar, məsələn, uşaqlar və s. Artıq onlar demək olar ki, yetişdi deməkdir. Onların ruhları yetişdi. Artıq 4-cü həyata hazırdırlar. Məsələn, elə insan var, görürsünüz ki, 70, 75, 80, məsələn 90, 100 və s. Bu nə deməkdir? Ruhun hələ o 4-cü həyata hazır olmamasıdır. Yəni mən bunu bu cür qiymətləndirirəm. Əslində hər bir insanın da 4-cü həyatı onun bu 3-cü həyatının həyatındakı yetişməsindən asılıdır. Biz nə vaxt yetişsək, o vaxtda deməli artıq biz 4-cü həyatımıza hazır olmuş olacağıq deməkdir. Buna görə də ölümdən qorxmayaq, bunu qəbul edək və bu həyatımızı da ki, həyəcan, təşviş içərisində yaşamayaq ölüm qorxumuza görə.